Bilin ki, qardaşlarım, əlhamdülillah, necə ki Allah Rasulü bizə xəbər verib, hər dövr, hər vaxt, hər gələn il ondan əvvəlki, yəni özündən əvvəlki ildən, vaxtdan, dövrdən, zamandan daha şərli olacaq. Çünki istər-istəməz getdikcə fitnələr çoxalır, din düşmənləri çoxalır. Görürsən ki, insanları zəlalətə sürükləyənlər, zəlalətə dartanlar, cəhənnəm dəvətçiləri. Allah Rasulü sallallahu aleyhi ve sellem bunlar haqqında bizə xəbər verib. Və Allah Rasulü buyurur ki, mənim sünnətimə sarılmaq, sünnətimi yerinə getirmək əldə yanar közü saxlamaqdan daha ağır, daha çətin olacaq insanlar üçün. Belə bir dövr, belə bir vaxt gələcək. Və baxırsan ki, həqiqətən də yəni bu sosial şəbəkələrin insanlara faydası olsa da belə, amma digər tərəfdən fitnələrin yayılması üçün daha sürətlidir. Daha sürətlidir. Görürsən ki, əvvəllər insan hər hansısa bir səhvi etdikdə, günaha etdikdə, o oyunla Rəbbi arasında qalırdı və insan tövbə edirdi. Amma bu günləri hansısa bir səhv etdi, kimsə sənin telefonunu çəkirsə, dərhal onu yayır. Sənin o səhvi dərhal yayır və milyonlarla insanlar sənin o etdiyin o əməldən xəbərdar olurlar. Ona görə də yəni xeyirli insan o kəsdir ki, yəni Allahın qoruduğu kəsdir ki, o insan bu internet, yəni sosial şəbəkələrdən xeyirlə istifadə edir. Və istifadə etdiyi zaman Allahın dininə insanları dəvət etməyi, xeyrə yönəltməyi və bu ilə də mükafatının savabını qazanır.